Pulsuz VPN tətbiqi Modpro IP-TV Plus VPN istifadəçilərinin mobil cihazlarındakı fəaliyyətini izləyib, onların bank hesablarına giriş əldə edib. Referensas xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb. Clive Kiber Təhlükəsizlik şirkətinin mütəxəssislərinin qiymətləndirilməsinə görə ən azı 3000 cihaz bu tətbiqi yükləmiş ola bilər. Tədqiqatçılar tətbiq daxilində Kleopatra adlı zərərli proqram aşkar ediblər. Bildirilib ki, bu proqram əvvəlki versiyalarla müqayisədə əhəmiyyətli dərəcədə inkişaf edib. İndi o cihazlara uzaqdan nəzarət etmək və istifadəçi hesab məlumatlarını ələ keçirmək qabiliyyətinə malikdir. Əsas komponent quraşdırıldıqdan sonra Kleopatra öz əsl təhlükəsini göstərir. Zərərli proqram dərhal geniş icazələr tələb edir, lakin onun uğuru üçün Androidin imkanlar servisi icazəsini əldə etməlidir. Bu xidmətlər fiziki məhdudiyyətli istifadəçilərə kömək etmək üçün nəzərdə tutulub. Tətbiqlərə ekran məzmununu oxumaq və istifadəçi adından əməliyyatlar yerinə yetirmək imkanı verir. Lakin zərərli proqramın əlinə keçəndə bu funksiya təhlükəli silaha çevrilir. Bu zərərli proqram ilk dəfə mart ayında aşkarlanıb və o vaxtdan hakerlər onlayn müdafiə tədbirlərini aşmaq məqsədi ilə onu təxminən 40 dəfə yeniləyiblər. Kleopatra ilk olaraq Türkiyədə yaranıb və rəsmi tətbiq mağazaları vasitəsilə deyil, zərərli veb səhifələr üzərindən yayılıb.